Azərbaycan necə düşünürsünüz? Yəni İranla bağlı etimad dövrünün başa çatması fikrini təsdiqləyirsinizmi? Züleyxa xanım, ilk baxışdan biraz sadə görsən bir sual. Yəni etimad ya var ya yoxdur. Amma ki burada təbii biraz vəziyyət bir qədər daha fərqlidir və hətta mən deyərdim ki bir qədər də qəlizdir. Ona görə ki siz o podkast mətnində çox maraqlı fikirlərə istinad elədiniz. Misal üçün onlardan biri bölgədə regional təhlükəsizliyin qurulmasıdır ki, bu hardasa istər-istəməz sual yaradır ki, regional təhlükəsizlik yeni arxitektura formatında, yeni arxitekturanın qurulmasıyla bərqərar ediləcəksə, bu sistemin içində, bax bu konfigurasiyanın içində İranın yeri harda olacaqdır? Çünki İran da yəni bu bölgənin aparıcı dövlətlərindən biridir və heç bir halda da o prosesdən kənarda qalmaq istəməz və hətta bəzi hallarda da özünün bir qədər bu Fars körfəzinin ətrafında, xüsusilə də Hörmüz boğazı ilə bağlı olan proseslərdə daha hegemon bir mövqedən nümayiş etdirməyə çalışır və bu da həm də bir mesajdır ki, yəni bölgədə qurulan yeni bir təhlükəsizlik konfigurasiyasında aparıcı dövlət mənəm və ya mən də olmalıyam. Və bir məsələni də yaddan çıxartmayaq. Misal üçün, siyasi bəyanatlara diqqət yetirək. İran rəsmilərinin sırf Cənubi Qafqaz bölgəsi ilə bağlı bir fikri mənim yadıma düşür ki, onlar hər zaman, bax, son bir neçə ayın bu hətta hadisələri onu göstərir və bəyanatlarda da bu açıq-aşkar qeyd edilir ki, Cənubi Qafqaz bölgəsində gedən proseslər bilavasitə bölgədə iştirak edən dövlətlərin və ya təmsil olunan dövlətlərin iştirakı ilə baş verə bilər. Yəni konkret bir mesaj verilir ki, burada bir İranda var və hətta Cənubi Qafqazla da bağlı olan məsələlərdə İranın da bu və digər formada mövqeyi var. Bəzi hallarda bunu qırmızı xətt kimi göstərirlər, bəzi hallarda müxtəlif kontekstlərdə. Amma istənilən halda bu bütövlükdə İranın xarici siyasət kursuna, yəni bu bölgəyə bu sirayət edə biləcək bir fikirdir və eyni bir məsələni biz konkret olaraq Fars körfəzi ilə də görürük. Eyni bir məsələni Hörmüz boğazı ilə də görürük. Deməli, burada yanaşma nədən ibarətdir? Əgər həqiqətən də bir dövlət etimadını, söhbət siyasi etimaddan gedir təbii ki, itirmək istəmirsə, deməli, bu potensial olaraq təhlükə yaratmamalıdır. Yəni, bölgə üçün təhlükə yaratmalı deyil. Bölgədə dayanıqlı sülhdə maraqlı olmalıdır. Bölgədə ola bilər ki, dövlətin əlində bir təsir etmə rıçaqları olsun. Necə ki, biz bunu bugün görürük deyə. Hörmüz boğazı bir təsir etmə rıçaqlardan biri idi. Nə dərəcədə bundan istifadə elədi, istifadə eləmədi, o başqa məsələ. Misal üçün, ABŞ-ın silahlı qüvvələrinin zərbələri altında biz görürük ki, heç də Hörmüz boğazından bir rıçaq kimi, bir alət kimi İran elə də məharətli şəkildə istifadə edə bilmir. Baxmayaraq ki, son bir imkan məhz Hörmüz boğazını dəyərləndirmişdi İran rəsmiləri. Amma biz də sonraki hadisələrdə, yəni bu zərbələr, nə bilim, müəyyən o gəmilərə olan hücumların qarşısının alınması və digər məsələlər göstərdi ki, heç də o 100% İranın əlində deyil. Deməli, belə olduğu təqdirdə, əgər biz dayanıqlı sülhdə maraqlıyıqsa, dayanıqlı sabit bir inkişaf strategiyasına realizə olunmağında maraqlıyıqsa, təbii ki, bunun əsas qayəsini təşkil edən iki vacib element var. Biri, təhdid mənbəyi olmamalıdır, ölkə və ya ölkələr və digər bir məsələ də burada, yəni sırf təhlükəsizlik baxımından. Digər bir məsələ də etimad göstərilməlidir. Amma etimadı qazanmaq lazımdır. İndiki beynəlxalq münasibətlər sistemində etimadı qazanmaq çox çətindir. Yəni mən bunu deyim sizə, tam əminliklə deyirəm. Biz Azərbaycan nümunəsində də görürük ki, faktiki olaraq biz zaman-zaman konkret olaraq həmişə 30 ildən artıq bir müddət ərzində özümüzün haqlı olduğumuz bir şəraitdə dünyaya o mesajlarımızı verirdik ki,
biz konkret olaraq işğalın qurbanlarıyıq və bizim torpaq işğal altında olubdur. Amma bizə inanmaq istəmirdilər. Və nəticə etibarilə biz çox çətinliklə o etimadı qazanmaq yolunu tutduq. Bunu da hansı yolla elədik? Konkret olaraq konstruktiv diyaloq, sonra inteqrasiya layihələrinin həyata keçirilməsi. Heç kəs üçün biz heç bir təhlükə yaratmadıq. Hətta bundan da başqa bizim üzərimizdən kimsə bir təhlükə yaratmaq istəyirdisə, biz o təhlükələrin də belə qarşısını almış olurduq. Elə İranla mövzuda bunu da xüsusilə mən vurğulamaq istəyirəm. Misal üçün 2005-2006-cı illəri xatırlayıram. İndi İranda bunu ola bilsin ki, müəyyən mənada unudurlar. Amma biz bunu zaman-zaman xatırlamalıyıq. Axı, ən yüksək tribunadan belə, BMT-nin ən yüksək tribunasına Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı qəti mövqe qoydu ortalığa və heç bir halda Azərbaycan ərazisi hansısa bir dövlət üçün bir təhlükə yaratmayacağını dilə gətirdi. Xüsusilə də İranla da bağlı bunu bir daha vurğulamış oldu. Baxın, görün nə baş verdi. Bizə etimad az idi. Biz etimadı qazanmalıydıq, amma biz öz konstruktivliyimizlə, sülhsevərliyimizlə, biz dünya üçün əhəmiyyətli olan layihələrin reallaşdırılması üçün əlverişli bir şərait yaratmaqla belə biz o etimadı zaman-zaman qazanmış olduq və nəticə etibarilə də bugün ən yüksək səviyyədə Azərbaycana etimad göstərilir. Hətta mən sizə bir maraqlı bir nüans da deyimsə, Bakı-Tiflis-Qars dəmir yolu və digər çox vacib layihələr reallaşdırılan zaman indi müəyyən dairələrdə bunu dəyərləndirirlər, hesablayırlar ki, 10, 15, 25 ilə Azərbaycan artıq burada söz sahibinə çevrilə bilər həmin layihələr vasitəsilə. Hətta o dönəmdə belə o layihələrin qarşısını almağa çalışırdılar. Hətta bizə deyirlər ki, bu çox belə faydalı deyil, bu hər hansı bir deməli maddi fayda gətirməyəcək, bunun hər hansı bir tövhəsi ola bilməz və s. və ilaxır. Amma buna baxmayaraq Azərbaycan bir belə çox israrlı şəkildə, hətta əlavə vəsait yaratmaqla, hətta dəstək olmaqla, misal üçün Gürcüstan hökumətinə ki, o Bakı-Tiflis-Qars dəmir yolu vaxtında inşa edilsin və istifadəyə verilsin, Azərbaycan bu layihəni reallaşdırdı. İndi bugün isə orta dəhliz layihəsinin əsas segmentlərindən biri məhz həmin Bakı-Tiflis-Qars dəmir yoludur. Yəni, baxmayaraq ki, Azərbaycana hansısa bir formada baskılar da vardı, təzyiqlər də vardı, təsirlər də var idi. Burada sabotaj elementləri də var idi, xüsusilə də siyasi sabotaj. Amma Azərbaycan çox ısrarlı şəkildə buna getdi. Nə üçün? Çünki Azərbaycan özünün gündəliyini açıqladı dünyaya ki, sülhdə çox maraqlıdır, dayanıqlı inkişafda çox maraqlıdır. Yəni, bu bir alqoritmdir. Və mən bu alqoritmi həm də şamil edirəm digər dövlətlərə. Kimlər ki, yəni bugün sözün əsl mənasında yaxın şərqdə bu və ya digər formada proseslərdə iştirak edirlər. Əgər onlar həqiqətən də belə sülh sevərlərsə və sülhü istəyirlərsə, bu alqoritm üzərindən özlərinin xarici siyasət kursunu qurmalıdırlar. İndi biz burada etimad məsələsinə toxunuruq. Sizin bilavasitə sualınız bununla bağlıdır deyə mən onun üzərində qurduram. Burada iki çox vacib element var. Bir var daxili etimad, yəni cəmiyyət daxilində olan etimad. Bir də var xarici etimad, yəni beynəlxalq münasibətlər sistemində olan. Dövlətlər arası münasibətlərdə. Dövlətlər arası münasibətlərdə. Bu çox önəmlidir, amma bir məsələni də yaddan çıxartmayaq. Dövlətlər arası münasibətlərdəki olan etimad həm də əsaslanır daxildəki olan etimada. Yəni, xalq, hakimiyyət, vəhdəti, həmrəyliyi burada olmalıdır. Amma biz nə görürük? Daxildə də biz çox ciddi bir təlatümlərin yaşadığını görürük. Daxildə də biz həmən o daxili etimadın itirildiyini görürük. İndi bugün hələlik ki bir düşmən obrazı yaradılıbdır və xarici auditoriyanı bu və digər formada bu mövzu ətrafında səfərbər edə bilir hakimiyyət. Amma biz gəlin görək iqtisadi müstəvidə nə qədər böyük narazılıqlar var, etirazlar var, yüksək qiymət artımı templəri, inflyasiya və digər məsələlər. Bunlar hamısı dövlətə olan etimadı azaldılmasına gətirib çıxardan başlıca səbəblərdir. Və bunun üzərindən sonra beynəlxalq münasibətlər sistemindəki olan etimad körpülərini qurmaq istəyiriksə, dərhal birinci olaraq istinad edirlər daxildə nə baş verir? Yəni daxildə deyək o monolitlik, həmrəylik, o həqiqətən də sülhsevərlik, o dayanıqlı inkişaf elementlərinin üzərində köklənəcək bir etimad, bir mühiti varmı?
Və biz yadınızdan onu da çıxartmayaq ki, zaman-zaman elə bax bu müharibələr fonunda istər 12 günlük müharibə olsun, istər 40 günlük müharibə olsun, bu müharibələr fonunda da xalqa da müəyyən müraciətlər eləməsi daxildən gəlirdi. Nədən gəlirdi? Çünki xalqın içində çox belə narazı qalan böyük bir hissə var idi. Və sanki bundan manipulyasiya eləmək istəyən qüvvələr də var idi müəyyən mənada. Və hətta burada bir müəyyən bir diversifikasiya da aparırdılar. Amma istənilən halda biz bir məsələyə də gəlirik, çıxırıq ki, gəlinə görə bu beynəlxalq münasibətlər üzərində hansı formada köklənir bu, deyək, bu etimad mühiti və ya nəyə əsaslanır? Axı, real olaraq Hörmüz boğazı ətrafında, misal üçün, mən bugün çox, belə deyək, hardasa müəyyən mənada əminliklə deyə bilirəm ki, əgər biz aşağı-yuxarı real olaraq Hörmüz boğazı ilə bağlı olan gərginliyin əsas səbəbi kimi Hörmüz boğazı üzərindən təhlükəsiz və ödənişdən kənar şəkildə keçid şəraitinin yaradılacağını görmüş olarıqsa, deməli, belə olduğu təqdirdə o etimadın qurulması üçün çox ciddi əsaslar formalaşmış olur. Amma bugün görürük ki, nə təhlükəsiz keçid var, nə ödənişdən azalt məsələlər var. Yəni, bax, bugün Hörmüz boğazı ətrafında gedən xüsusilə də o 40 günlük müharibədən sonra baş verən sonraki proseslər baxmayaraq ki, imzalanmış memorandumlar və digər məsələlər vardır. Hörmüz boğazı real olaraq göstərdi ki, burada sabitlikdə, indi dildə maraqlı olan qüvvələr çox olsa da belə, realda heç də o sabitliyə xidmət eləməyən bir siyasətin yürüdüldüyünü görürük. Amma çox gözəl başa düşürük. Hörmüz boğazı bugün açar mövzulardan biri idi. Yəni, baxmayaraq ki, nüvə proqramı və digər məsələlər də gündəmdədir. Baxmayaraq ki, balistik raketlər bölgə üçün real təhlükələr yarada biləcək bir silah kimi də dəyərləndirilə bilər. Amma Hörmüz boğazı bu açar mövzudur. Çünki bu iqtisadi zəmində olan bir mövzudur. Və burada hər hansı bir təhlükə yoxdur. Sadəcə olaraq o şəraitin yaradılmasına bir ehtiyac var və bu ehtiyacı formalaşdırmaq üçün də gərək o siyasi iradəni ortaya qoyub nəticə etibarilə də bax, o şəraiti yaradasan və dünyaya da göstərəsin ki, mən bax, bu etimadın qazanılmasında çox maraqlıyam. Mən bir qədər əvvəl xüsusilə o məsələni vurladım ki, indiki şəraitdə, xüsusilə də bu dünyanın qatma qarışıq olan bir vəziyyətində burada biz çox ciddi bir ideoloji transformasiyaların, biz ciddi bir yeni dünya nizamının qurulma prosesinin çox təhlükəli bəzi hallarda da o təlatümlü bir yollardan və ssenarilərdən keçdiyini biz görürük və belə bir şəraitdə etimad qazanmaq həqiqətən çətindir. Amma etimadı qazandıqdan sonra qoruyub saxlamaq ondan bir neçə dəfə deməli ağırdır və nəticə etibarilə də biz bugün indiki şəraitdə məhz o barədə də düşünməliyik ki, yaxşı, Hörmüz boğazı məhz həmin o açar mövzulardan biridir ki, burada mən o təhlükəsiz şəraiti yaradıram və nəticə etibarilə dünya öz mesajlarımı verirəm və göstərirəm ki, bəli, mən bu etimad quruculuğunda çox israrlıyam. Necə ki, bunu zamanında yeri gəlmişkən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan elədi. Necə ki, bunu Azərbaycan bir neçə beynəlxalq platformalarda keçirdiyi iki tərəfli görüşlərdə də Ermənistanla xüsusilə dilə gətirdi ki, etimad quruculuğu bu bizim əsas prioritet məsələlərimizdən biri olmalıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün etimad quruculuğu əsas şərtlərdən biridir. Yəni, bəlkə mən deyərdim 5 yox, 3 şərtdən biridir. Yəni, cəmiyyət daxilində gedən proseslərə də diqqət yetirmək lazımdır. Ritorikadır və digər məsələlər. Yəni, bunsuz münasibətləri normallaşdırmaq qeyri-mümkündür. Yəni, nə qədər ki, ritorikada təhlükələr, təhdidlər, aqressiv davranışlar və bu silsilədən olan fikirlər yer alacaqsa, burada etimad quruculuğu sadəcə olaraq bir söz olaraq qalacaqdır, ifadə olaraq qalacaqdır. Yəni, bunun üçün də mütləq çalışmaq lazımdır. Amma qeyd etdiyim kimi, bunu ideoloji müstəvidə də bunu qurmaq lazımdır. Yoxsa xarici auditoriya bir sözdür, daxili auditoriya başqa bir şey. Bax, burada İrandan danışırıqsa Ermənistan nümunəsi yadıma düşür. Yenə də biz burada görürük ki, zaman-zaman xarici auditoriya bir söz deyirlər,
Azərbaycan rəsmilərinə görüşdə bir söz deyirlər, sonra daxili auditoriyada tamamilə başqa çıxışlar edilir. Bir tərəfdən konstitusiya məsələsi ortalığa atılır ki, yəni konstitusiya məsələsini biz bugün dəyişmək niyyətində deyilik və ya hansısa müddəalara qayıtmaq fikrimiz yoxdur. Bir tərəfdən deyilir, gəlin real Ermənistan barədə üçün. Yəni, belə ziddiyyətli, təzadlı bir fikirlər çox o etimad quruculuq prosesini əngəlləyən, çətinləşdirən məsələlərdir. Eyni də biz bunu İran-ABŞ qarşıdurmasında da görürük. Ona görə də burada hər zaman bir qədər də təhlükəli o vəziyyət yaranmasın deyə ən azından o ritorikaya diqqət yetirmək lazımdır. İndi, amma burada eskalasiya o həddə gəlib çatıbdır ki, mən daha çox belə deyək, sülh quruculuq prosesi barədə öz fikirlərimi kökləmiş oldum. Amma realda biz bugün görürük, ABŞ-İran müharibəsində davam edir. Yəni, o müharibə bitməyibdir. Yəni, baxmayaraq ki, 40 günlük müharibə bitibdir. Sonraki mərhələdə danışıqlar prosesi başladı. Sonra danışıqlarda əldə olunan nəticələr qoyuldu bir qırağa, yenidən hərbi əməliyyatlar başladı. Yenə də Hörmüz boğazı ətrafında bu əməliyyatlar cərəyan etməyə başladı. İndi görürük ki, hücumların da, zərbələrin də hər iki tərəfdən yeri gəlmişkən mahiyyəti getdikcə dəyişir, xarakteri dəyişir, hədəflərin obyekti dəyişir, təyinatı dəyişir. Burada bizdən görürük, ABŞ daha çox Hörmüz boğazı üzərindən təhlükəsiz keçidi təmin etmək üçün zərbələri endirir, sahil boyu havada müdafiə sistemləri və digərlərin sıradan çıxarılması, daxili infrastrukturu vurulması, enerji infrastrukturu zərbələr endirilməsi də indi şərt olaraq deyirəm. Digər infrastrukturun vurulduğunu biz görürük, dəmir yollar, körpülər və məsələlər indi də bu yaxınlarda da eyni zamanda belə kritik infrastrukturunda zərbələrə tuş gəldiyini görürük. Amma nüvə, zənginləşdirilmiş uranın saxlandığı ərazilər və digərlər də bunlar çox ciddi təhdidat altındadır. Amma ki, bugün ABŞ daha çox təhlükəsiz keçidin təmin olunmasına maraqlı olduğunu dilə gətirir və bu üçün də zərbələrin endirilməsi məsələsini belə deyək, sözdən əmələ keçirir. Eyni ilə də İran da əksinə olaraq indi ABŞ-a məxsus olan hərbi bazalarının Yardaniyada və digər yerlərdə vurulmasına müvəffəq olur ki, və bu da eskalasiya həddinin yüksək səviyyədə olmasından xəbər verir ki, yəni növbəti bir mərhələyə keçidi baş verəcəyi an söhbətidir və bu bəlkə də ola bilsin bu günə qədər olan o təhlükəli vəziyyətdən daha da kəskin və gərgin olmuş olsun. Çünki indi düzdür, bəzi ekspertlər kimsə deyə bilər ki, bu əməliyyatlar və digər, mən ona çox inanmıram. Çünki hərbi Amerika Birləşmiş Ştatlarına məxsus deməli, orada olan gücün həcmi o qədər deyil ki, orada quru əməliyyatlar həyata keçirirsən və ümumiyyətlə quru əməliyyatlar çox böyük fəlakətlərə yol açmış olar. Hətta bölgənin partlamasını gətirib çıxarda bilər dırnaq arası. Ona görə də burada daha çox belə zərbələri endirməklə sülhə məcbur etmə elementləri ola bilər ki, bu da yenə də ola bilər növbəti mərhələdə danışıqları bir qədər sürətləndirsin.